وإذ قلنا ادخلوا هذه القرية فكلوا منها حيث شئتم رغدا وادخلوا الباب سجدا وقولوا حطة نغفر لكم خطاياكم وسنزيد المحسنين. Ve Allah Teala yine Yahudilere müracaat ederek diyor ki, o zaman biz dedik, bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə rahatlıqla yeyin için. Qapıdan səcdə edərək, yəni rükû edərək daxil olun və hiddatun deyin, yəni bizi bağışla deyin. Qapıda səcdə edərək daxil olun və bizi bağışla deyin ki, sizin günahlarınızı bağışlayaq. Və sənəzidul muhsinən. Biz, yəni yaxşı işlər görənlərə mükafatlarını artırarıq. Və şərhdə buyurur: وَاذْكُرُوا مِنْ نِعَمِ اللَّهِ عَلَيْكُمْ حِينَ قُلْنَا لَكُمْ ادْخُلُوا بَيْتَ الْمَقْدِسِ وَكُلُوا مِمَّا فِيهِ مِنَ الطَّيِّبَاتِ مِنْ أَيِّ مَكَانٍ شِئْتُمْ أَكْلًا هَنِيًّا وَاسِعًا. Və deyir, xatırlayın, yəni Allahın sizə olan nemətini. O zaman biz sizə belə demişdik ki, Beytül-Müqəddəsə daxil olun, oradakı pak nemətlərdən istədiyiniz yerdə xoş və bol-bol yeyin. Və kunu fi duxulikum raki'in xadi'in lillah. Daxil olduğunuz zaman Allaha boyun əyərək rükû edən halda olun. Vəs'əlullaha qailinə Rabbənə hutt annə zunubənə. Və Rəbbimiz günahlarımızı bizdən tök, yəni bizi bağışla deyərək Allahdan istəyin. Yəni bu sözləri deyərək Allahdan istəyin ki, nəstəcib ləkum və sənəzidullezine əhsanu fi əmalihim təvabən alə ihsan. Yəni belə bu halda belə istəyin ki, biz də sizin dualarınızı qəbul edək. Yaxşı işlər görənlərin isə etdikləri yaxşılığa görə mükafatını daha da artıracaq. فبدل الذين ظلموا قولا غير الذي قيل لهم فأنزلنا على الذين ظلموا رجزا من السماء بما كانوا يفسقون. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik. Deməli, qardaşlar, burada sual doğura bilər ki, bəs onlar Beyt-i-Məqdisə, Yahudilər Beyt-i-Məqdisə gedəndə vəhy necə gəldi? Axı Musa əleyhissalam yarı yolda vəfat etmişdi. Və şərhdə alimlər buyurur ki, Musa əleyhissalam yanında ki, Yuşa ibn Nun var, ona vəhy verilib, yəni Allahın vəhyin Yahudilərə çatdırmışdı. Yahudilər də yenə də Allahın bu sözlərindən dəyişib, sözə baxmayıb, əmrdən çıxıb, onların Allah Taala'nın dediyi o bağışla sözünün yerinə başqa kəlmə demişdilər. İndi inşallah onun şərhinə baxaq ki, burada deyir, özlərinə zülm edənlər, zalimlar sözü dəyişdilər. Baxaq indi şərhə. فَمَا كَانَ مِنَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ
إلا أن بدلوا العمل وحرفوا القول فدخلوا يزحفون على أدبارهم وقالوا حبة في şa'rətin müstəhziinə bi əmrillahi Teala. Deməli, onlardan zülm edənlər əməli dəyişdirməkdən və sözü təhrif etməkdən başqa bir iş görmədilər. Onlar tələb olunan şəkildə ki, o baş əyərək deyil, arxaları üstə sürünərək daxil oldular. Və Allahın əmrinə, yəni istehza edərək, yəni o hitta sözünü, bağışla sözünü hintan, yəni nun artıraraq, deməli, arpa dənəsi mənasında olan, yəni sözlə əvəz etdilər. Dedilər ki, arpa dənəsi. Yəni bu cür belə istehza elədilər. Fəkənəl cəzəu, yəni fikir verin, yəni onlar bu cür istehza edirlər. Fəkənəl cəzəu ən ənzəlallahu aləz-zaliminə minhum azəbən minəs-səmai bisəbəbi xurucihim ən həddil şər'a və müxalifətil əmr. Və təbii ki, Allah Subhanahu bunun cəzası olaraq Allahın qoyduğu həddi aşdıqlarına və əmrə qarşı çıxdıqlarına görə Allah o zalimların üzərinə göydən bir əzab endirdi. Yəni, zalim o demək deyil ki, həmişə insan insana zülm etsin. Allahın da əmrindən çıxanlar, Allah Teala o kəsləri də zalim adlandırır. Növbəti ayətdə وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللّٰهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ. O zaman Musa öz xalqı üçün su istədikdə, biz əsanla daşa vur. Əsa ilə, yəni əlindəki əsanla daşa vur. Dedikdə, daşdan 12 çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik, Allahın sizə verdiyi ruzidən yeyin için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın, pis işlər etməyin. وَاذْكُرُوا مِنْ نِعَمِ اللّٰهِ عَلَيْكُمْ اَمَّا كُنْتُمْ فِي تِيهِ, Tih yəni səhranın adıdır. وَنَالَكُمْ الْأَطَشُ شَدِيدُ فَتَضَرَّعَ مُوسَى عَلَيْهِ السَّلَامُ إِلَى رَبِّهِ وَسَأَلَهُ ən yəskiyakum. Yəni siz Tih səhrasında olduğunuz və şiddətli susuzluğa düçar olduğunuz zaman Allahın sizə olan nemətlərini xatırlayın. O vaxt Musa əleyhissalam Rəbbinə yalvararaq sizə su verməsini istədi. Ən yəskiyakum, yəni su verməsini istədi. Fəəmərnəhu ən yadribə bi'asahu əl-həcər. Biz də ona əsasını daşa vurmasını əmr etdik. Fələmmə darabahu təfəccərət minhu isnətə aşrətə aynən bi'ədədi qəbailukum və mbəətə minhə əl-mə. Və o daşa vurduqda oradan qəbilələrinizin sayına uyğun olaraq, yəni 12 dənə qəbilə idilər, onların sayına uyğun olaraq 12 bulaq qaynadı və onlardan su
fışkırdı. Yani fevvara vurdu. وبين لكل قبيلة مكان شربها الخاصة بها حتى لا يقع نزاع بينهم. Necə problemli tayfadılar ki, Yahudiler. Ya Allah Teala dedi ki, yəni 12 qəbilə idi də, hər qəbiləyə uyğun olaraq bir oradan su fışqırdı. Dedi ki, aralarında mübahisə düşməsin deyə hər qəbiləyə öz su içəcəyi yeri bildirdik və sizə belə dedik. Və qulna lakum kulu veşrabu min rizqillahi'llezî sâqahu ileykum bighayri cuhdin minkum ve la amelin. Hani bakarsan neyse Allah sana başa salır. Ve la teshav fil ardı mufsidine fiha. Və onlara bildirəndən sonra bir belə dedi ki, sizin heç bir zəhmətiniz və əməyiniz olmadan, baxın, zəhmətiniz və əməyiniz olmadan Allahın sizə göndərdiyi bu ruzidən yeyin için yer üzündə fitnə fəsad törətməyin. Törədərək gəzməyin. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الْأَرْضُ مِن بَقْلِهَا فادع لنا ربك يخرج لنا مما تنبت الأرض من بقلها وقثائها وفومها وعدسها وبصلها قال أتستبدلون الذي هو أدنى بالذي هو خير اهبطوا مصرا فإن لكم ما سألتم وضربت عليهم الذلة والمسكنة وباءوا بغضب من الله ذلك بأنهم كانوا يكفرون بآيات الله ويقتلون النبيين بغير الحق ذلك بما عصوا وكانوا يعتدون. Onda siz dediniz, ey Musa, biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinizə bizə yerin bitirdiklərindən, tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et. O dedi, yəni Musa Aleyhisselam dedi ki, siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərə əvəz olunmasını mı istəyirsiniz? Şəhərə girin, şübhəsiz ki, orada istədiyinizi taparsınız. Onlara zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. Bu Yahudilərin vəsifidir. Şərhə baxaq. Altmış birinci. وَاذْكُرُوا حِينَ كَفَرْتُمْ نِعْمَةَ رَبِّكُمْ فَمَلِلْتُمْ مِنْ أَكْلِ مَا أَنْزَلَ اللّٰهُ عَلَيْكُمْ مِنَ الْمَنِّ وَالسَّلْوَى. Yəni, xatırlayın ki, nəyi? Sizə yəni Allah Taala'nın verdiyi
o ruzular ki var idi, Rəbbinizin nemətinə deyir. Yəni küfr etdiniz, yəni nankorluq etdiniz və Allahın sizə nazil etdiyi o mənna, yəni halva, ona qüdrət halvası deyirlər. Və səlva, yəni bildirsinə oxşar o ətdən bezdiyiniz vaxtı deyir, xatırlayın. Hatırlayın və qultum və demişdiniz ki, lən nasbir alə taami vahidin. Ki biz eyni növ yeməyə qətiyyən dözməyəcəyik. Lə yətəğayyər. Və talabtum Musa ən yəd'ullaha ən yuxric ləkum min nəbətil ard min buqul və xudarı və qithəyihə. Ki, yəni Musa əleyhissalamdan nəyi tələb etdiniz? Ki, Rəbbinə dua edib sizin üçün yerin bitirdiyi tərəvəzdən, xiyardan, taxıldan, mərciməkdən və soğanından çıxarmasını istədiniz. Yaxşı, burada bunu götürdür. Yəni, tam vahidin lə yətəğayyəru, yəni dəyişməyən, daim eyni növdə olan yeməyə artıq səbir eləyə bilmirik. Və Musadan tələb etdiniz ki, neynəməyi? Ən yədəğullaha ən yuxricə ləkum min nəbətil ard min bəqul və xudarih və qithəyihə. Yuşbihul xiyarə ləkinnəhu əqdar. Yəni, bu qissə, yəni bir xiyara oxşuyur, amma xiyardan daha yekədir. Və hububihə və adəsihə və bəsəlihə. Yəni, bunları dedik ki, mərcimək, zat. Yəni, taxıl, bunlar yəni, o səhralıqda o şeyə səbir eləməyib. Bunu istəmişlər. Və Musa əleyhissalam da Qalə Musa demişdi müstənkir. Yəni, onların bu sözünü yəni, inkar edərək yəni müstənkirən tələbəkum ən təstəbdilulləzi tələbtum və huvə əqal və ədnə. Buranı bir də oxuyaq, çünki ərəb dilli qardaşlarımızın asan olsun deyənə biraz gözümdən qaçan məqamlar oldu. Fəqalə Musa müstənkirən tələbəkum ən təstəbdilulləzi tələbtum və huvə əqallu və ədnə bil mənni və səlvə və huvə xeyrun və əkramu. Və xeyrun və əkramu. Və qad kənə يأتيكم دون عناء وتعب. انزلوا من هذه الأرض إلى أي قرية فستجدون ما سألتم في حقولها وأسواقها وباتباعهم لأهوائهم وإعراضهم المتكرر عما اختاره الله لهم لازمهم الهوان والفقر والبؤس ورجوا بغضب من الله لإعراضهم عن دينه وكفرهم بآياته وقتلهم أنبياءه ظلما وعدوانا كل ذلك بسبب أنهم عصوا الله وكانوا يتجاوزون حدوده. Və Musa əleyhissalam sizin deyir bu xahişinizi, yəni heç bir zəhmət çəkmədən sizə gələn daha xeyirli və dəyərli olan, yəni o halva ilə bildirsini, daha aşağı və dəyərsiz olanla dəyişmək istəyinizi istəyərək belə dedi. Bu ərazidən çıxın, hər hansı bir şəhərə gedin. İstədiyiniz şeyləri oranın tarlalarında və bazarlarında tapacaqsınız. Özlərini
nəfsi istəklərinə uyduqları və Allahın onları üçün seçdiyindən dəfələrlə üz döndərdikləri üçün, yəni Allah Taala onların nələr xeyirli olanı seçiblər, Allah Taala onların üçün seçib və dəfələrlə üz döndəriblər. Buna görədir deyir, onlara zillət, yoxsulluq və bədbəxtlik onları tərk eləmədi. Onları tərk eləmədi. Onlar Allahın dinindən üz çevirdikləri, ayələrini inkar etdikləri və peyğəmbərlərini zülm və düşmənçiliklə öldürdükləri üçün Allahın qəzabına düçar oldular. Bütün bunlar onların Allaha asi olmaları və onun hüdudlarını aşmaları səbəbindən idi. Və bu səhifədə o ayətlərdən çıxan kiçik faydalara baxaq. Min fəvadil ayət. Kullu mən yətəla'abu bi nususus şər'i və yuharrifuhə fihi şəbəhun minəl yahud və huvə mutava'adun bi uqubətillahi Teala. Yəni, şəriət dəlilləri ilə, şəriətin dəlilləri, sübutları ilə, yəni ayətləri ilə, Muhammed s.ə.v-in hədisləri ilə oynayan və onları təhrif edən hər kəsdə Yahudilərə bənzərlik vardır və o Allah Teala'nın əzabı ilə hədələnmişdir. Növbəti fayda İzamu fadlillahi Teala alə bəni İsrail və fi müqabili zəlikə şiddətu cuhudihim və inadihim və iradihim anillahi və şər'ihi. Allah Teala'nın İsrail oğullarına olan lütfünün böyüklüyü. Bunun müqabilində isə onların inkarçılığının, inatkarlığının, Allah'tan və onun şəriətindən üz döndərmələrinin şiddətli olması. Yəni, kobudcasına nədir? Pozmaları. Hansı ki, Allah Teala demişdi ki, sizi fəzilətli etmişdir. Növbəti fayda Ənə mən şu'mil məasi və təcavüzi hududillahi Teala mə yənzilu bil mər'i minəz-zulli vəl-həvan və təsallutul a'dai aleyhi. Deməli, günahların və Allahın hüdudlarını aşmağın uğursuzluğundandır ki, insanın üzərinə zillət və alçaqlıq yenər. Düşmənlər isə ona hakim kəsilər. Çox gözəl faydadır, alimlər bunu çıxardıb. Baxaq növbəti ayətə.